Salam, hər vaxtınız xeyir. Bugünkü videomda gürcü xəngəli hazırlayacağım. Sizi maraqlandıran bütün sualların hamısına burada cavab tapa biləcəksiniz. Bir ədədini sizlər üçün kəsirəm, içərisindən axan suyu görürsüz. Həm suludur, həm xəmiri dağılmayıb, çox yaxşı alınıbdır və başlayıram hazırlanmasına. Əvvəlcə bir stəkan soyuq su götürürəm. Mütləq soyuq su olmalıdır. Hətta buzlu sudan da istifadə edirlər. Üzərinə bir çay qaşığı duz əlavə edirəm və una qarışdırıb belə bir xəmir yoğururam. Əvvəlcə bir hissəsini yoğurub bir kənara qoyuram. Yerdə qalan isə başlayıram yerdə qalan unun üzərinə əlavə edib hissə-hissə az bir miqdarda götürürəm suyu. Çünki çox əgər əlavə edərəmsə, onda xəmir yumşaq alınır. Gördüyünüz kimi artıq su bəsdir. Burada mən bir stəkandan əlavə yarım stəkan da götürdüm və o yarım stəkandan hardasa 2 xörək qaşığı qaldı. İstifadə etmirəm artıq və bu şəkildə gördüyünüz kimi xəmir bax bu şəkildə bərk olmalıdır. Xəmir bərk olduğuna görə yoğurmaq çətindir və 5 dəqiqə qoyuram, gözləyirəm. Yenidən yoğurmağa başlayıram. Xəmirin elə sirri də buradadır. Xəmiri yoğurmaq çox çətindir. Ona görə də yenidən mən ikinci dəfə yenə 5 dəqiqə gözləyirəm və yenidən yoğururam. Gördüyünüz kimi hər dəfəsində xəmir yumşalmağa başlayır. Bu o deməkdir ki, getdikcə xəmir nəmlənir. Axırda isə bu şəkildə alındı. Sığallı hala gələnə qədər xəmiri yoğurmaq lazımdır. Daha sonra xəmiri bu şəkildə götürürəm və başlayıram yaymağa. Xəmir bərk olduğuna görə görürsünüz, yaymaq çox çətindir və mən oxluyla bu şəkildə basa-basa üzərindən belə bu şəkildə yayıram. Qalınlığını sizə göstərəcəm. Görürsünüz, axır getdikcə xəmir yumşalmağa başlayır. Qalınlığı bu şəkildə oldu mu bəsdir və rulon halına gətirirəm, bükürəm bu şəkildə. Qoyuram bir paketin içərisinə və qoyuram soyuducuya. Hardasa bir 30 dəqiqə soyuducuda qalsın ki, nəmlənsin xəmir orada. Yəni rulon forması bir-birinə yapışsın. Daha sonra əti götürürəm. Ətin üzərinə mən duz tökürəm, istiot, qara istiot, qırmızı bibər, şirin bibər tozu, bir də bibər dənələri, ətirli bibər dənələrindən götürüb əzib üzərinə tökürəm. 2 orta böyüklükdə soğan və bir ədəd də dəstə kişniş doğrayıram. Üzərinə isə bir stəkan da su əlavə edirəm. Əvvəlcə yarım stəkan əlavə etdim. Daha sonra gördüm suyu azdır. Yenə su əlavə etdim və bu şəkilə gələnə qədər əti yoğurdum. Ətim də, içliyim də hazır olduğuna görə mən soyuducudan xəmiri götürürəm. Bu şəkildə kəsirəm. Xəmiri bu şəkildə, yəni yumru formada eləmək lazımdır. Bu şəkildə kəsdik, qurtardıqdan sonra hamısını düzürəm və üzərini salafanla örtdükdən sonra bir ədədini götürüb bu şəkildə başlayıram yaymağa. Yaydıqda da yenə qalınlığını, nəzikliyini sizə göstərəcəm. Çalışmaq lazımdır ki, yumru formada yaymaq lazımdır. Biraz böyük olmalıdır xəmir. Bu şəkildə olduqda bəs edər və qoyuram bir nəlbəkinin içərisinə. İçərisini isə bol içlik, yəni ət qoyuram. Mən hardasa 2 xörək qaşığı ət qoydum və ya 1 xörək qaşığı yarım da edə bilərsiniz və bu şəkildə başlayıram bükməyə. Çalışıram ki, bükdüyüm formanı görəsiniz necə bükürəm. Qarmoşka formasında bükürəm, əlimi tərpətmədən fırlayıb və bu şəkildə daha sonra qatlayıb bir-birinə birləşdirib möhkəm sıxmaq lazımdır xəmiri ki, bərk yapışsın və uc hissəsi biraz uzun olduğuna görə bıçaqla da bu şəkildə kəsirəm. Artıq gürcü xəngəlimiz hazırdır. Və bir şeyi də sizə deyim ki, burada İkincini də yenə göstərirəm sizə. Mən danışdıqca siz də bəzəklərin, yəni necə bükülür ağzı xəmirin, ona diqqət edin. Sirri burada əsas gürcü xəngəlinin xəmirindədir. Çox adam onun xəmirini yoğura bilmir, yəni qaynayan vaxtı xəmir dağılmağa başlayır. Yəni mənim dediyim şəkildə etsəniz, xəmir heç də dağılmayacaq, bərk şəkildə alınacaq. Yəni xəmiri dinləndirə-dinləndirə 5 dəqiqə dinləndirə-dinləndirə xəmiri yoğurmaq lazımdır. Həm də ki, xəmirin siz gördünüz bərkliyini, necə bərk idi. Mütləq suyu
az-az əlavə edib xəmiri yoğurmaq lazımdır. Sirri də elə buradadır. Videomu bura qədər izlədinizsə, xahiş edirəm kanala abunə olmağı unutmayın və yaxınlarınızla bölüşməyi də yadınızdan çıxarmayın. Bu mənim kanalımın genişlənməsinə və böyüməsinə köməklik edir. Mən də sizləri yeni reseptlərlə, gözəl mənalı reseptlərlə sevindirərəm. Artıq gürcü xəngəlinin hamısını hazırladım bu şəkildə və gürcü xəngəlini hazırlayan kimi tezdə qaynatmaq lazımdır. Çünki içərisindəki ətin suyu və əlavə etdiyimiz su xəmiri yumşaldıb, xəmiri dağıla bilər. Ona görə də mən artıq suyu üzərində qaynayır, üzərinə duz əlavə edirəm və gürcü xəngəlini əlavə etməmişdən qabaq mütləq suyu qarışdırmaq lazımdır. Daha sonra isə xəmirləri əlavə etmək lazımdır. Bu şəkildə əlavə etdim. Biraz da qarışdırıram ki, bir-birinə yapışmasın və qaynamasını, bişməsini gözləyirəm. Hardasa bir 8 dəqiqə, 9 dəqiqə mən qaynatdım. Gördüyünüz kimi artıq suyun üzərinə qalxıb. Bu deməkdir ki, artıq hazırdır. Və boşqablara yığıram. Artıq gürcü xəngəli hazırdır. Heç də xəmir dağılması yoxdur. Çox gözəl də alınıb. İzlədiyinizə görə təşəkkür edirəm. Mütləq hazırlayın.